Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yaradılmasının 120 illiyinə həsr olunmuş Həmkarlarla 120 il tədbiri keçirilib. Çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Həmkarlar İttifaqlarının tarixi, keçdiyi inkişaf yolu və ölkəmizin ictimai həyatındakı rolu barədə danışıb. Konfederasiya sədri dövlətimizin mədəniyyət, elm, təhsil və idman sahələrinə göstərdiyi qayğını diqqətə çatdırıb və bu siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Humanitar, sosial və mədəni sahələrin inkişafında xüsusi xidmətləri olan 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəniyyət sahəsində həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunub. Həmçinin Konfederasiya tərəfindən əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, istirahətinin təşkili və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov Həmkarlar İttifaqlarının fəaliyyətini yüksək qiymətləndirərək mədəniyyət, idman və media sahəsində çalışan vətəndaşların əmək hüquqlarının qorunmasında təşkilatın rolunu qeyd edib. Milli Məclisin sədri müavini Rəfail Hüseynov, Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruç və xalq yazıçısı Çingiz Abdullayev ölkəmizin mədəni inkişafında bu sahədə çalışan şəxslərin əməyini qeyd edib, Həmkarlar İttifaqlarının mədəniyyət sahəsində gördüyü işləri diqqətə çatdırıblar. Qazaxıstan və Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri də çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb, əmək münasibətlərinin tənzimlənməsində Həmkarlar İttifaqlarının rolunu qeyd ediblər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları tərəfindən yubiley çərçivəsində həyata keçirilən layihələr və yeniliklər barədə video təqdimatlar nümayiş olunub, bədii hissədə isə mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib. Tədbirin davamında işçi ilə əməkdaşlıq və işə götürənlə əməkdaşlıq mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, Həmkarlar İttifaqları təmsilçiləri və özəl sektor rəhbərləri əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması yollarını müzakirə ediblər.